Hamınıza salamlar. Bugün Blockcraft 3D oyununda benim təzə tikdiyim evi görəcəksiniz. Burada Blockcraft oyununda mən belə bir oğlanam. Baxın. Deşiyə düşmə. Baxın, mən belə böyük bir villa kimi bir şey tikmişəm. Burada uluyan bir canavarımız var. Çıxamır oradan diye ölüb o qalıb orada. İstəyirəm ona kömək edeyim, amma nətər kömək edə bilərəm ki? Yazıq, mən çox yardım sevərəm. Bayaq bir atımız var idi. Yoxa çıxdı. Burada gördüyünüz kimi qabaqdakı şey mənim tikdiyim villa kimi şeydir. Gedək görək nələr var, nələr yox. Əgər bunu 3-cü qatında eləməyimi istəyirsinizsə, abunə olub like atın. Belə yuxarı çıxırıq. Bunu da qeyd etmək istəyirəm ki, mənim evim 2-ci qatından aşağı qatdan düşür. Niyə bir elədiyimi belə soruşursanız, Bismillah. Niyə belə elədiyimi soruşursanız, mən biraz dəyişik eləmək istədim. Buradan gördüyünüz kimi bütün ətraf aləm görünür. Baxın, o görəsən o nədir? Göydə nətərdə durur be? Görən yaxınlaşsam partlamaz deyirəm, amma yaxınlaşmıram. Keçən dəfə belə eləyəndə partlamışdıq. Ups. Upsi. Aha. Girdik deşiyə. Aha. Gəldik 1-ci qatımıza. Gördüyünüz kimi çox gözəl, yaraşıqlı, qəşəng şəkildə pəncərələmişəm. Bismillah. Burada qapını açılır. Nasıl biliyoruz? Deməli bu şəkildə. Bismillah. Oldu. Deməli buradan biz çıxırıq. Gördüyünüz kimi yerinin tavanlarını belə eləmişəm. Burada gözəl bir hamam havuzumuz var. Burada da qəşəng bir dənə şeyimiz var. Gördüyünüz kimi biz pilləkən olaraq buradan çıxmışdıq. Və indi çölə çıxmaq istəyirik və məcburən bu pilləkəni çıxmaq məcburiyyətindəyik. Nə oldu? İndi deyəsən geri qayıtmalıyıq. Belə buradan eləyib atlanırıq və gəlirik. Mən uluyan qurdu bilmək istəyirəm ki, hardadır? Uluyan qurdu tapsam, yenə burada bir hovuzumuz daha var. Qurdun düz üstünə düşmək istəyirəm, amma düşəmirəm. 2 saatdır yoxlayıram. Bismillah. Özü üçün tullarla da qalmışam burada. Çox maraqlıdır. Çox maraqlıdır. Deməli, biz buradan heyvan da seçə bilərik. Başqa bir şeylər də. Və buradan heyvanımızı seçək. Buradan mən qurd istəmirəm. Belə asil bir şey istəyirəm. Mən bu dəqiqə burada qara bir at seçirəm mən. Bəli. Qara atımı sanı. Aha. Bismillahirrahmanirrahim. Qara at çıxdı bura. Görək bunun belinə minə bilirik. Və minəmədik. Bunun belinə minmək üçün çox şeylər eləmək lazımdır. Bismillah. Ya Rab.
Ora belə deyib, məncə atın belinə minə bilərik. Aha, yes o. Bismillahirrahmanirrahim. Atın belinə minməmişəm. Aha, getdi, mən qaldım. Çox maraqlıdır sayın seyircilər. At getdi, amma mən yenə də qaldım. Aha. Aha, mindik belinə. Tullanıb düşürük, gedirik. Aha ya. Biraz gölə gedək. Deməli, burada suya girib biraz üzürük. Karaya çıxdıqdan sonra bir ətraf aləmə göz atırıq və başlayırıq getməyə. Sən yolumu itirdim ha. Aha, oradadır. Gedirik. Çox məsum bir şəkildə gedirik. Deməli, burada canavarın üstünə tullanmaq istəyirdim, amma nəsə. Məsir abi, nə tullanır, bismillah. Deməli, burada sayın seyircilər, burada dediyim kimi pilləkəndən çıxmaq məcburiyyətindəyik, heç istəməsək də. Tullanaraq çıxmalıyıq məcburiyyətdən bunu. Deməli, buradan da tullanıb gəzirik. Bəli. Burada tullanırıq və gedirik yenə üzməyə. Əgər belə simulator craft videolarının gəlməyini istəyirsinizsə, abunə olub like atın. Və tək öz telefonunuzdan yox, tanışlarınızın da telefonunuzdan abunə ola bilərsiniz. İndi yenə evin yerini itirdiyimizə görə gedirik. Belə göstərə bilərəm ki, bu da evimizin iç tərəfinə atla girmək olar mı, olmaz mı bilmirəm. Düz tərəfə baxmalıyıq əslində. Bismillah. Qaldıq burada. Aha. Burada tullanıb çıxmaq olar görəsən. Deməli. Aha, atımız da açdı. Buradadır. Görürsən, yenə binə bilərik bunun üstünə. Aha. Və sağ olun sayın. Salam, bağışla, çox gecikdim. Problem değil bu. Ha? Sen